85 əslində hidrogen oksigen bölməsində də belə sual var. 84-ə baxaq uşaqlar. Hidrogenlə oksigen reaksiya edir. Buradan yazıram. H2 üzərinə gəl O2. Əmsallaşdır 2H2O. Bizə deyir ki 100 ml hidrogendir. Hidrogen üstünə 100 ml yazıram. Uşaqlar və görürəm ki burada qabı nə qədər oksigen tərk edib uşaqlar? 50 ml. Deməli bu o deməkdir ki 50 ml oksigendən artıq qalır. Uşaqlar 100 ml hidrogen reaksiya edəndə bu zaman oksigendən nə qədər reaksiya edirlər? Hidrogen oksigendən 2 dəfə çox. 100 ml hidrogen girəndə oksigendən 50 ml. Bizə deyir əvvəlki qaz qarışığı. Oksigenin mol payını tap. Sizə bir şey deyim, mol payı ilə həcm payı ilə eyni qiymət alır həmişə. Mol payı həcm payı ilə həmişə eyni qiymət alır. Və biz burada həcm payını tapsaq, çünki bizə həcmlə verilib. Və biz mol payını tapmış olarıq. Həcm payı F-dir, F oksigen yazıram. Oksigen bizdə nə qədərdir? Baxın, 50 oksigen, tamamlan bax, 50 oksigen reaksiya edilib. 50 oksigen də artıq qalır. Onda oksigen bizdə başlanğıcda nə qədər olub uşaq? 100 olub. İlkin qarışığı nə qədər olub? 100 hidrogen idi ilkin qarışıq. 50 oksigen reaksiya edilmişdi. 50 oksigen də artıq qalmışdı. 100 də oksigen. 100 hidrogen, 100 oksigen, bu 100.